Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə Şahin İbrahimovun Respublika Fənn müsabiqəsinə hazırlıq kitabından final turu üçün verilmiş 2 sualın izahına baxacağıq. 6-cı suala baxaq. 6-cı sualda bizə şərtdə verilib ki, x2 müsbət iyondakı yüklü hissəciklərin sayı yüksüz hissəciklərin sayına uyğun olaraq nisbəti 1,9-dur. Deməli, biz birinci x2 müsbəti yazıram. Yüklü hissəciklər hansılardır? Proton və elektron. Proton və elektronun cəminin neytronların sayına, yəni yüksüz hissəciklərin sayına olan nisbəti 1,9-a bərabərdir. Və eyni zamanda kütlə ədədi 40-a bərabərdir. Kütlə ədədi də biz bilirik ki, A hərfi ilə işarə olunur. Proton və neytronun cəminə bərabərdir. Proton üzərinə gəlsin neytron bərabərdir 40. İndi mən bu bərabərlikdən əgər bu x elementinin proton sayını bilmirəm də, düzdür, P ilə işarələsəm, elektron sayı bərabər olur P-2-yə. İndi bu düsturda yerinə qoyuram. Proton sayı üzərinə gəlinsin elektron. Yəni elektronumuz nəsədir? P-2. P-2 bölünsün neytron sayına bərabərdir 1,9-a. Deməli, bu tənlikdən yazsam 2P-2 bərabərdir 1,9 N. 1,9 vurulur N. Və P-nin yerinə, buradan mən bu düsturdan P-nin yerinə P bərabərdir 40 minus N yaza bilərəm. Düzdür? İndi bu P-ni gətirib yerinə qoyuram. 2 vurulsun. P nədir? 40 minus N minus 2 bərabərdir 1,9 N. Daha sonra 3,9 N bərabər olur 78-ə, N də bərabər olur 20-yə. Yəni bizim neytron sayımız 20-dir. Burada bilinmişdir ki, proton üzərinə gəlsin neytron 40-dır. Əgər neytronumuz 20-dirsə, deməli protonumuz da 20-dir. Proton 20, neytron 20. Elektron da P-2 idi. 20 minus 2, yəni 18-ə bərabərdir. 7-ci suala baxaq. 7-ci sualda bizə bildirilir ki, təbiətdə üç izotopu olan X elementinin orta kütlə ədədi 24,156-dır. X 25 və 26 ion izotoplarının yayılma faizi 10-11%-dir və XA izotopunun yayılma faizi deməli 80 olarsa A-nı müəyyən edin. Deməli, biz bilirik ki, hər 3 izotopun kütləsini kütlə ədədini yayılma faizinə vurub 100-ə bölüb orta kütlə ədədinə bərabər edirik. Deməli, X25 izotopunun yayılma faizi uyğun olaraq 25 vurulsun 10%-dir. Üzərinə gəlsin 26 izotopunun yayılma faizi 11%-dir və üzərinə gəlsin digər izotopun kütləsini bilmirik. A vurulsun, yayılması isə 80%-dir. Bölünsün 100 bərabərdir 24,56-ya. İndi bu yuxarıdakı tənlikdən 25 vur 10 bərabər olur 250-yə, 26 vur 11 286, A vur 80 80A bərabərdir 24,156 vurulsun 100-ə. O da eləyir 2456. Deməli, buradan 80A bərabər olur 1920-yə, A bərabərdir 24-ə. Deməli, digər izotopun kütləsi 24-ə bərabər imiş.